Ən birincisi, Allahın rəhmətindən ümidini kəsmə. Yaşın 60, 70, 80, neçə olursa olsun, fərq etməz. Əsas etiraf edirsən ki, Allah qarşısında səhlənkarsan. Etiraf edirsən ki, günah və asiliklər işləməklə özünə zülm etmirsən. Lakin Allahın rəhmətindən ümidini kəsmə və de ki, ey Rəbbim, məni bağışla, tövbəmi qəbul et. Sən tövbələri qəbul edən və rəhəmlisən. Allahım, məni bağışla, sənin səhlənkar qulunam. Səhlənkarlığıma görə rəhm et, ya Rəbb, günahkar qulunam, məni bağışla, ya Rəbb. Mənim nəfsimdə olan bilirsən, mən isə bilmirəm. Sən qeybləri bilənsən, ya Rəbb. Tövbəyə necə can atdığımı, günahlara görə necə peşman olduğumu bilirsən. Gözəl sonluqla canımı al. Razı qaldığın halda canımı al. Cəhənnəm ateşini məskənim və qərar yerim etmə. Səndən uca Firdevs cənnətini istəyirəm. Allah rəhimlidir, Rəhman, rəhimdir. Allah Teala səmalar, yer və orada olanlara qarşı rəhman olandır. Allah səni bağışlayır və əhəmiyyət vermir. Rəhm edir və əhəmiyyət vermir. Bol-bol ətə edir, əhəmiyyət vermir. Hazırki halına əhəmiyyət vermədən səni bağışlayır.